Yaxşı. Deməli, zərf düzəldən şəkilçilərdən sonra bunların bəzilərinin bir-birinə oxşarlığı, yəni omonimliyi var, bayaq dediyimiz kimi. Onları indi seçməliyik. Məsələn, gəl şəkilçisi var. Gəl şəkilçisini biz həm isim düzəldən kimi bilirik. Məsələn, süpürgə kimi. Məsələn, süpürməkdən süpürgə, nə süpürgə? Bir də zərf düzəldən şəkilçisi kimi birdən birgə ifadəsi yaradılıb. Yəni buralarda fikir verməlisiniz ki, hansında nə yaradıb? Burada isim yaradıb, burada zərf yaradıb. Yəni fikir verməliyik. Sonrasında dar şəkilçisi, bayaqki izahda dedik, həm çıxışlı kal kimi, həm leksik şəkilçisi kimi, həm də zərf düzəldən kimi. Sonra car şəkilçisi, car şəkilçisini biz həm zərf düzəldən şəkilçisi kimi görəcəyik, həm qoşma kimi işlədiləndə, məsələn, məncə ifadəsi veriləcək, burada qoşma kimi işlədilib, ədat kimi ikicə, üçcə mənasında işlədiləcək. Ondan sonra feildən isim düzəldən şəkilçisi kimi düşüncə formasında işlədiləcək ki, bunlar olacaq. Sonrasında dar şəkilçisi var ki, dar şəkilçisini həm yerli hal şəkilçisi kimi, həm də zərf düzəldən şəkilçisi kimi, məsələn, gündə ifadəsindən bir yerdə görəcəyik. Yəni bunlar bu formada homonimlik təşkil edəcək. İndi isə biz sizdən keçək mürəkkəb zərflərə. Mürəkkəb zərflər nədir? Mürəkkəb zərflər digər nitq hissələrində olduğu kimi iki və daha artıq sözün birləşməsindən yaranmışdır. Demişik. Bir var müxtəlif mənalı sözlərin birləşməsindən. Məsələn, addım başı. Addım başı gəlirdi. Nə edirdi? Gəlirdi. Necə nə tərzdə addım başı? Gördüyümüz kimi tərzi hərəkət zərf edir. Addım ayrı bir sözdür, baş ayrı bir sözdür. Birləşdi yaratdı addım baş ifadəsini. Ondan sonra bir də ba bitişdirici vasitəsindən yarananlar var. Bu ba bitişdiricisini biz sifətə keçmişdik. Amma sifətdə keçəndə də dediyim bir söz var idi ki, növbənöv rəngbərəng, cürbəcür, rəngarəng kimi sözlər sifətdir. Onları biz zərf kimi götürməyəcəyik. İstəyirsən feilin arxasında gəlsin, istəyirsiniz feilə aid olsun, fərqi yoxdur. Yenə də sifət kimi götürəcəyik. Hansı sözlər idi? Rəngbərəng, cürbəcür, ondan sonra növbənöv, sonrasında rəngarəng. Bu sözlər nədir? Sifətdir, zərf deyil. Ba bitişdiricisindən yaranmasına baxmayaraq sifətdir, zərf deyil. Məsələn, banan olanlara nə deyə bilərik? Üzbəüz. Ondan sonra dalbadal. Bunları misal olaraq çəkə bilərik. Dilimizdə bir qrup ayrı yazılan sözlər, zərflər də var. Məsələn, deyə bilər ki, ancaq bitişik və ya defislə yazılır. Xeyr, ayrı yazılan bizim zərflərimizdə var. Hansılar da ayrı yazılanlar? Məsələn, hər gün ayrı yazılır, amma mürəkkəb zərfdir. Bir yerdə təhlil olunacaq. Hər an ayrı yazılır, amma bir yerdə təhlil olunacaq. Bu gün, sonrasında bu vaxt, bu an, bu zaman, bu saat, ondan sonra biraz, bir dəfə, sonra bir qədər, sonra ilk dəfə və say kimi bu tipli sözlər var ki, bunlar ayrı yazılırlar, lakin zərf deyirlər. Bu gün, o gün, bir də hər gün kimi sözlər o zaman zərf olur ki, bax bunu qeyd edək. Bu gün, hər gün, bir də o gün ifadələri, yəni günlə aid olan sözlər vardır. Bu söz nə vaxt zərf olurlar? Hər ikisi də bir suala cavab verərsə. Məsələn, deyirəm ki, bu gün görüşməliyik. Nə vaxt, nə zaman? Bu gün. Yəni bir zaman anlayışı bildirirsə, artıq olacaq nə? Zərf. Bir də deyim ki, bu gün heç vaxt unudulmayacaq. Qayıdıb avtomatik sual verirsən. Hansı gün? Bu gün.
Bu sözü burada işarə əvəzliyinə, işarə yəni əvəzliyi olduğu üçün bu ayrıca isim olacaq. Nə? Gün ayrıca isim olacaq. Nə gün? Bu isə olacaq işarə əvəzliyi. Çatdımı? Yəni burada da bu gün ifadəsi bir yerdə olacaq, sintaksis cəhətdən ismi birləşmə. Amma morfoloji cəhətdən gün olacaq isim, bu olacaq əvəzlik. Çatdı? Məncə çətin. İndi isə bunların içindən biz defisdən yazılan mürəkkəb sözlər var, onları deyək. Məsələn, defisdən eyni sözün təkrarından olanda yavaş-yavaş. Eyni sözün təkrarı ilə olan mürəkkəb zərfdir ki, onlar defislə yazılır. Sonra düzəltmə sözləri təkrarı ilə olanlar. Ondan sonra və o artıq yaxın mənalı sözlərlə, antonim sözlərlə onları da bir zəhmət oxuyarsınız. İndi isə biz sizlərlə keçək zərfin mənaca növlərinə. Zərfin mənaca 4 növü var. Hansıdır? Tərzi hərəkət zərfi. Tərzi hərəkət zərfi. Məsələn, nədir bu tərzi hərəkət zərfi? İlk öncə bundan başlayaq. Tərzi hərəkət, hərəkətin bəzən də əlamətin icra tərzini və ya icra vəziyyətini bildirir. Necə, nə cür, nə tərzdə suallara cavab verir? Hansılara? Necə, nə cür, bir də hansı tərzdə? Necə, nə cür, nə tərzdə deyirəm də mən buna. Yəni, nə tərzdə? Suallarına cavab verir. Bir nə tərzdə yazım? Nə tərzdə, nə vəziyyətdə suallarına cavab verir. Quruluşsa sadə, düzəltmə mürəkkəb olur. Bu da, yəni bu növü, məna növü quruluşsa 3 olur. Sadələrə məsələn deyirik nəyi? Yaman, dürüst, təkrar, çətin, səlis və s. Ondan sonra düzəltmələr dahiyanə, sonra daxilən, qəfildən, çəpəki, yanaşı, ucadan, türkcə və s. Mürəkkəb nədir? Mürəkkəblərinə əyri-əyri, addım başı, at üstü, birdən-birə və s. bu tipli olur. Tərzi hərəkət zərfləri bəzən əlamətə də aid olur. Əlamətə də aid olur. O yaman yorğun idi. Bax deyirik. O yaman yorğun idi. Necə idi? Yorğun idi. Artıq necə? Bax, yorğun sifət gəlib. Necə nəcür nə tərzdə yorğun idi? Yaman yorğun idi. Yəni, zərf burada sifətə də aid oldu. Sonrasında tərzi hərəkət zərfləri ilə tərz məzmunu ifadə edən qoşmalı sözləri, feili bağlamanı qarışdırmaq olmaz. Birdən tərz mənalı qoşmalı sözdə verirlər. Bizə tərzi hərəkət zərfi kimi. Bir də feili bağlamanı tərzi hərəkət zərfi kimi bizə göstərməyə çalışırlar. Ola bilməz. Feili bağlamanın buradan deyək qoy. Feili bağlamanın ıb, araq, ondan sonra madan, aa şəkilçiləri. Yəqin ki, bunlar 2 dərəcəli olduğunu bilirsiniz. Hə. A şəkilsi qəbul edən sözlər tərz məzmunu ifadə edir. Çünki feili bağlama zərfin də xüsusiyyətlərini daşıyır. Demişdik axı, feili bağlama neçə xüsusiyyətini daşıyırdı? İkisinin. Zərf və feilin. Yəni, burada zərfin də xüsusiyyətini daşıdığı üçün tərz məzmunu bildirir. Lakin bu o demək deyil ki, bu nədir? Zərfdir. Xeyr, bu burada olacaq nə? Feili bağlama. Məsələn, dərslərini oxuyub yatdı. Nə etdi? Yatdı. Düzdürmü? Burada artıq oxuyub sözündə bu gördünüz. Biz avtomatik burada sual veririk özümüzə. Necə nə tərzdə dərslərini oxuyub. Bax, görürsünüz, tərz məzmunu bildirir. Amma özündən qabaq dərslərinin sözünü də özünə tabe elədi. Zərfin tərkib yaratmaq kimi bir xüsusiyyəti varmı? Yox. Zərfin ıb deyə bir şəkilçisi var idimi? Yox. Sadəcə olaraq özündən qabaqçı sözü özünə tabe etdi də oldu feili bağlama tərkibi. Bunu biz morfologiyada feili bağlama tərkibi deyəcəyik. Amma sintaksisi keçdiyimiz zaman zərfli ürək rahatlığından zərflik deyə biləcəyik.
Amma hal-hazırda zərf deyə bilmərik, çünki feili bağlamadır. Mən də bunu başa düşürəm, ümid edirəm ki. Sonrasında keçək zaman zərflərinə. Zaman zərfləri uşaqlar hərəkətin və ya hadisənin zamanını bildirir. Nə vaxt, nə zaman, haçan suallarından birinə cavab verir. Quruluşca sadə, düzəltmə mürəkkəb olur. Məhz buna bayaq demişdik. Sadələri bildir, inişil, sırağa gün, sonra yenə, hələ, əvvəl, sonra, qabaq, bayaq və sair tipli sözlərdir. Düzəltmələr gündə, onda, hərdən, hələlik, çoxdan, yazda, qışda, yayda və sair tipli sözlərdir. Mürəkkəblər axşam tərəfi, günbəgün, ara-sıra, əvvəl-axır və sair. Zaman zərfləri bəzən ismə aid şəkildə qəbul etsə də, ismi xüsusiyyətlərini daşımır. Yəni isimləşmir. Yəni isim kimi görünə bilər. Amma isim deyil. İsimləşmək olmur bunlardan. Məsələn, necə? Axşamlar hava tez qaralır. Axşamlar hava tez qaralır. Baxaraq bura, axşam sözü, zərfi burada gördüm. Avtomatik cəm şəkilsini görmüş oldum. Biz bunu başqa nitq hissələrində görsəydik, saydamı, sifətdəmi görsək, avtomatik deyərdik ki, nədir? A, isimləşib. Xeyr, burada zərf isimləşməyib. Sadəcə ismi şəkilsini qəbul edib də, burada isimləşmə görmürük. Çünki zərfin isimləşmək kimi bir xüsusiyyəti yoxdur. Sonrasında, feili bağlamanın, uşaqlar, andam, iki cür. Arkən, iki cür. Şəkilçiləri qəbul edən sözlər zaman məzmunu ifadə edir. Çünki feil bağlama dediyimiz kimi zərfin xüsusiyyətini daşıyır. Amma ki, problem nədir? Biz onu feili bağlama olaraq götürürük, zərf olaraq götürməyəcəyik. Məsələn, necə deyək? Məktubu göndərəndə, məsələn, evə gələrkən deyirəm. Evə gələrkən səni gördüm. Nə etdim? Səni gördüm. Nə vaxt, nə zaman? Evə gələrkən. Baxın, arkəni gördüm. Arkən deyə zərfin bir şəkilçisi yox idi. Arkən feili bağlamadaydı. Təsdiq olması üçün feili bağlama olduğunu yadıma salmağım üçün, bilməyim üçün əvvəlindəki sözə baxıram. Əvvəlindəki sözü də özünə tabe eləyib. Oldu, feili bağlama tərkibi. Bu olacaq morfologiyada feili bağlama tərkibi, amma sintaksisdə, yəni cümlə özlərinə görə təhlildə biz bunu zərflik götürə biləcəyik ürək rahatlığından. Narahat olmayın. Sonrasında tez sözü var. Bir də tez-tez sözü var. Tez və tez-tez sözləri yerinə görə zaman və tərzi hərəkət zərfləri ola bilərlər. Məsələn, əgər bu sözlər surətlə cəld mənalarını ifadə edirsə, tərzi hərəkət zərfidir. Əgər surətlə cəld deyiriksə, surətlə cəld mənasındadırsa, tərzi hərəkətdir. Amma ki, vaxtından əvvəl davamlı, mütəmadi mənalarını verərsə, zaman zərfidir. Məsələn, vaxtından əvvəl. Bir də vaxtından əvvəl yazıram altda, bilin. Əvvəl mənasını verərsə, zaman zərfidir. Baxaq, indi misal olaraq yazaq. Deyirəm ki, o tez-tez danışır. O tez-tez danışır. Yəni, necə nəcür, nə tərzdə? Tez-tez. Yəni, surətlə danışır. Surətlə mənasını verdisə, oldu tərzi hərəkət. Bir də deyirəm ki, tez gəldi. Yəni, vaxtından əvvəl gəldi mənasını deyildisə, olacaq zaman zərfi. Məncə, bu hissədə problem qalmadı. Sonrasında yer zərfinə keçirəm. Keçək indi yer zərfinə. Yer zərfləri. Yer zərfi hərəkətin icra olunduğu yeri bildirir. Hara, haraya, haradan, haradan suallarından birinə cavab verir. Quruluşsa həm sadə, həm düzəltmə, həm mürəkkəb olur. Sadələr irəli, geri. Bax, bu sözləri yadda saxlamaq lazımdır. İrəli, sırf yer zərfi olan sözlərdir. Geri, ondan sonra yuxarı. Testdən çox qarşımıza gələn sözlərdir. Bəri,
aşağı, ondan sonra yaxın, uzaq, yaxın, uzaq, içəri, ora, bura. Bu ifadələr bax konkret olaraq yer zərfi olanlardır və sadədirlər. Düzəltmə olanlar hansılardır? Aralıqda, ortalıqda, yaxınlıqda, mürəkkəb olanlar. Ora, bura, sağa, sola, üzü yuxarı, üzü aşağı, irəli, geri, orada, burada da olur mürəkkəblər. Yer zərfləri ilə məkan mənalı isimləri qarışdırmaq olmaz. Məsələn, bilirik ki, hara sualına eyni zamanda həm isim cavab verəcək, həm də zərf cavab verəcək. Bəs necə fərqləndirmək lazımdır? İsimlər uşaqlar konkret yer, məkan ifadə edir. Lakin yer zərfləri məkan mənalı olur. Yəni necə deyim, konkret məkan bildirmir. Konkret bir məkan demir, dəqiq bir məkan olmur. Məsələn, deyirəm ki, ora get. Ora get deyəndə hara nəzərdə tuturuq? Bilinmir. Ona görə ora olacaq yer zərfi. Ora, hara, hara sualına cavab verəcək və olacaq yer zərfi. Bir də deyirəm ki, kəndə get. Haraya get? Yəni, artıq kənd konkretdir. Dəqiq yer bildirir. Ona görə olacaq isim. Bunu qarışdırmayın. Bu tipli sözlər təbii ki, sintaksisdə hər ikisində zərflik götürəcəyik. Yer zərfliyi. Amma burada biri isimdir, kənd sözü isimdir, ora sözü zərfdir. Bu hissəni qaçışdırmasaq çox qəşəng olacaq. Sonrasında keçək sizdən miqdar zərflərinə və ya kəmiyyət zərflərinə. Kəmiyyət miqdar zərfləri. Hərəkətin və əlamətin miqdarını və nə dərəcədə olduğunu bildirir. Nə qədər, nə dərəcədə suallardan birinə cavab verir. Quruluş da sadə, düzəltmə, mürəkkəb olur. Sadə olaraq xeyli, yəqin ki, artıq sözlər tanış gəldi saydan, az, çox. Bunları da say keçəndə öyrətmişdik ki, özündən sonra gələn sözə baxırıq. İsim gəlibsə sayı izah edib, feil gəlibsə zərfdir. Düzəltmə olaraq tamamilə, dəfələrlə, bütünlüklə, mürəkkəb olaraq az-çox, az-az, bir qədər, birə, beş, dönə-dönə və s. formasında. Miqdar zərfləri əlamətə, sifətə aid ola bilər. Desə ki, aid deyil, xeyr, yanlışdır. Aid ola bilər. Məsələn, hava xeyli isti idi. Hava xeyli isti idi. Nə idi? İsti idi. Nə hava nə qədər isti olub? Havanın nə qədər isti olduğunu göstərir. Yəni hərəkət mənasında bildirir də istiliyini. Olacaq nə? Artıq burada miqdar zərfi. Bu sizi çaşdıra biləcək bir mövqeyidir. Buna biraz diqqət edərik. Sonra bir də qat-qat sözü var. Qat-qat sözü üfüqi halda bir neçə təbəqəyə, lay-lay, çin-çin, təbəqə-təbəqə, qatlar mənasında olanda tərzə hərəkət zərfi bildirəcək. Amma bir neçə dəfə, dəfələrlə mənası bildirəndə miqdar zərfi olacaq. Necə? Qat-qat ifadəsi qat-qat. Deməli, lay-lay mənasında. Lay-lay. Qat-qat, üst-üstə mənasında tərzi hərəkət zərfi olacaq. Amma dəfələrlə mənasında olacaq miqdar zərfi. Misal gətirək. Məsələn, deyirik ki, kitab qat-qat yığılmışdı. Kitab qat-qat yığıldı. Qat-qat yığıldı. Nə etdi? Yığıldı. Necə cür nə tərzdə qat-qat. Yəni lay-lay üst-üstə mənasında. Bir də deyirəm ki, sənə qat-qat demişəm. Qat-qat demişəm. Sizə qat-qat demişəm. Oxuyun. Yəni dəfələrlə mənasında miqdar zərfi kimi işlətdim. Sonrasında bir də ki, biz keçək indi nə hissəsinə? Zərfin digər nitq hissələrindən fərqləndirilməsinə. Zərfi bilirik ki, bəzi sözlər var ki, həm isim kimi işlədilir, həm zərf kimi, həm sifət kimi, həm say kimi, həm qoşma kimi, həm də zərf kimi. Fərqləndirmək lazımdır. İsimlə həm də sifət, zərf kimi işlənənlər hansılardır? Gecə gündüz sözləri var ki, gecə, gündüz, ondan sonra günorta,
axşam, səhər. Bu ifadələr həm isim kimi, həm də zərf kimi işlədilir. İsim kimi nə, hara suallarına cavab verəcək. Məsələn, səhər açıldı. Səhər açıldı. Nə vaxt açıldı demirsiniz ki, nə etdi? Açıldı. Nə? Səhər. Nə sualına cavab verir? Olur isim. Bir də deyirəm ki, e, səhər kəndə çatdıq. Bax, səhər kəndə çatdıq. Avtomatik sual verəcəksiniz. Nə vaxt, nə zaman? Səhər. Artıq nə vaxt sualına cavab verdisə, olacaq nə? Miqdar zərfi. Bunlara fikir vermək lazımdır. Sonrasında zərf və sifət kimi işlənən sözlər var. Məsələn, yaxşı, gözəl ifadələri var. Yaxşı, gözəl, qəşəng, sonrasında pis, cəld, tək, aydın, açıq, doğru, dahiyyən tipli sözlər var ki, həm sifət kimi, həm də zərf kimi işlənir. İsmə aid olub da necə, nə cür sualına cavab verərsə, olacaq nə? Sifət. Bir də feilə aid olub necə nə cür bildirəcəksə olacaq nə? Zərf. Məsələn, deyirəm ki, pis davranır. Pis davranır. Artıq baxırıq feilə, yəni hərəkətə aiddir. Nə edir? Davranır. Nə tərzdə? Pis. Tərzə hərəkət zərfi bildirdiyi üçün olacaq tərzi, yəni tərz bildirdiyi üçün olacaq tərzə hərəkət zərfi. Yəni özündən sonra da feil gəlir. Bir də deyirəm ki, pis almadır. Necə almadır? Artıq necə sualına cavab verdin və özündən sonra isim gəlib. Olacaq nə? Sifət. Yəni özündən sonra gələn sözlərə diqqət etmək lazımdır. Say kimi az, çox, xeyli, biraz, bir qədər, çoxlu, az-azıq sözləri var ki, hər iki tərəfli olur. İsmə aid olarsa, bax buna fikir veririk. Ay uşaqlar, mən bunu sifəti izah eləyəndə keçmişəm sizə. Daha doğrusu sayı izah eləyəndə keçmişəm. Əgər saydan sonra xeyli, az, çox saylarından sonra sifət gələrsə, zərfdir. Bunu bu formada qeyd eləyin. Saydan sonra sifət gələrsə, həmin say zərfdir. Bu qaydanı qeyd edirik. Amma saydan sonra isim gələrsə, artıq o saydır, zərf deyil. Çatdımı? Əgər xeyli, az, çox sözlərindən sonra sifət gələrsə, yəni saydan sonra sifət gələrsə, olur miqdar zərfi. Lakin isim gələrsə, olacaq nə? Zərf. Mən bu qaydanı demişdim. Bayaq az öncə misal çəkəndə hava xeyli isti idi ifadəsində isti necə? Sifətdir. Və burada xeylidən sonra sifət gəldiyi üçün zərf götürülür. Bu qaydanı bir anlıq yadımdan çıxdı demədim. İndi deyirəm, qeyd edeyim. Sonrasında bir çox, bir də bir sıra sözü ancaq say olur. Zərf ola bilməz bu iki söz. Ancaq və ancaq say olur bu iki sözümüz. Sonrasında qoşmayla zərf olan sözlər var. Əvvəl, sonra, qabaq, bəri, doğru, tək, ayrı. Bunlar da necə olurlar? Çıxışlı hal qoşmalardır. Özlərindən əvvəl gələn sözə baxırıq. Əgər çıxışlı hallı sözlərlə işləniblərsə, olur qoşma. Əgər özlərindən sonra hərəkət gəlibsə, olacaq zərf. Bu qədər asan idi bu. Sadəcə sözləri yadda saxlamaq lazımdır. Bu günlük bu qədər. Sağ olun.